May ayı üzrə pensiyaların ödəniləcəyi tarix rəsmi şəkildə açıqlanıb və bu məsələ ilə bağlı vətəndaşlar üçün vacib məlumatlar təqdim olunub. Qlobal İnfoazın yaydığı xəbərə əsasən, ölkənin ən böyük yaşayış məntəqələri olan Bakı, Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənişi əvvəlcədən təsdiqlənmiş qrafikə uyğun şəkildə həyata keçiriləcək. Məlumata görə qeyd olunan ərazilərdə yaşayan pensiyaçıların may ayı üzrə ödənişləri konkret olaraq ayın 14-də həyata keçiriləcək. Bu tarix həmin bölgələrdə yaşayan bütün pensiya alan vətəndaşlar üçün əsas ödəniş günü kimi müəyyən edilib və proses mərhələli deyil, planlı şəkildə icra olunacaq. Bununla yanaşı digər bölgələrdə yaşayan vətəndaşlar üçün də pensiyaların verilməsi gecikdirilməyəcək. Sadəcə olaraq bu ərazilər üzrə ödənişlər fərqli günlərdə əvvəlcədən tərtib olunmuş qrafik əsasında həyata keçiriləcək. Yəni ölkənin digər şəhər və rayonlarında yaşayan pensiyaçıların da may ayı üzrə ödənişləri mərhələli şəkildə təmin ediləcək və hər kəs öz bölgəsinə uyğun tarixdə pensiyasını ala biləcək. Eyni zamanda güzəştli şərtlərlə pensiya hüququ qazanan şəxslər də bu prosesdən kənarda qalmayacaq. Onların da pensiyaları ümumi qrafik çərçivəsində ödəniləcək və bu kateqoriyaya aid olan vətəndaşlar üçün əlavə gecikmələr nəzərdə tutulmur. Bu xüsusilə xüsusi əmək şəraiti və ya digər səbəblərlə erkən pensiya hüququ əldə etmiş şəxslər üçün önəmli məqamdır. Ümumilikdə may ayı üzrə pensiyaların ödənilməsi prosesi əvvəlki aylarda olduğu kimi sistemli və ardıcıl şəkildə təşkil olunacaq. Vətəndaşlara tövsiyə olunur ki, öz bölgələrinə uyğun ödəniş tarixlərini nəzərə alsınlar və pensiyalarını almaq üçün müəyyən edilmiş günlərdə müvafiq bank və ya ödəniş nöqtələrinə müraciət etsinlər. Bu yanaşma həm sıxlığın qarşısını almağa, həm də prosesin daha rahat və nizamlı həyata keçirilməsinə xidmət edir.